Salam, hər vaxtınız xeyir olsun. 20 sınaq ədəbiyyat toplusundan 5-ci sınağın izahına başlayırıq. Mövzumuz erkən yeni dövr Azərbaycan ədəbiyyatı. 17-ci, 18-ci əsrlər. Birinci sualımız, Molla Pənah Vaqif yaradıcılığına aid yanlış fikir müəyyən eləməliyik. Yaradıcılığa lirik şeirlərlə başlayıb, bu doğru fikirdir. Əsərlərini yalnız lirik növdə yazıb, bəli, Vaqif yalnız lirik növdə yazıb. Həm əruz, həm heca vəznində yazıb, bəli, bax qəzəli görmədim müxəmməsi əruzda. Orta məktəb proqramında keçdiyimiz, Pəri isə qoşma olduğuna görə heca vəznində yazılıb. C variantı da doğru. Gəraylı janrının gözəl nümunələrini yaradıb, xeyr. Vaqif gəraylı janrında əsər yazmayıb. Maraqlıdır, amma belədir. Epik növdə və poema janrında yazmayıb, bəli, doğrudur. Bu da biz yanlış axtarırdıq. Cavab D variantı. İkinci sual. Vaqifin görmədiyim əsərinə aid doğru fikirləri müəyyənləşdirməliyik. Demək, əruz vəznində yazılıb, biraz əvvəl də qeyd elədim. İkinci sualı izah edirik. Bəli, demək, cavabımızın biri 1-dir. Süjetli lirikanın ən yaxşı nümunələrindən sayılır. Vaqifin ümumiyyətlə süjetli lirikası yoxdur. Zəmanəsinin əksər insan təbəqələrini nəzərdən keçirir. Bu doğrudur. Görmədim müxəmməsində deyir ki, xalq sultan, xalq dərviş, qədavü bil ittifaq, özlərin qılmış giriftarı dərdi qəmi fəraq. Elə bir misra keçir. Həyatının əvvəlində yox, sonunda yazılıb, bu da ola bilməz. Ona görə testimizin cavabı E variantı. Test 3. Klasteri tamamlayan fikirləri müəyyən eləməliyik. Pəri qoşmasında bir qızın gözəlliyindən danışılır. Bəli, bir qızın gözəlliyindən danışılır. Şair El-Obanın təriflədiyi bir qıza həsr edilib. Şeir El-Obanın təriflədiyi bir qıza həsr edilib. Bəli, bir doğrudur. Bir doğru olduğuna görə B variantını çıxırıq, D variantını çıxırıq. Sonra 2. Bədii xitab və bədii sual üzərində qurulub. Bədii xitab. Xeyr. Bu yanlış fikirdir. 2-ni çıxdıq. 2-ni çıxdığımıza görə A variantını çıxdıq. Sonra Pərinin kədərlənən lirik qəhrəmanın ixtisarına da xüsusi yer verilmişdir. Xeyr, Pəri qoşmasında kədər yox. 3-ü də çıxdıq. 3-ü də çıxdığımıza görə testin cavabı qalacaq C variantı. 5-də də ellər yaraşığı, ölkə gözəli, nə gözəl doğulsan anadan Pəri. Belə deyir. Demək 5-də doğrudur. Testimizin cavabı 1, 4, 5 C variantı. Dördüncü sual. Vaqifin hayf ki yoxdur. Əsərinin məzmunu ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Demək, şair əsrarəngiz təbiət gözəlliyi olan Kür qırağının abad görmədiyinə təəssüflənir. Kür qırağın Nəcəf seyrangahı var, yaşılbaş sonası hayf ki yoxdur, ucu tərcıqalı siyah tellərin hərdən tamaşası hayf ki yoxdur. O da keçir bir gözəl obası hayf ki yoxdur. Demək, cavabın biri 1, 1-lə olduğuna görə B variantına, D variantına, E variantını çıxdıq. Bu cür gözəl yerdə insanlar varlı yaşasa da xeyr, varlı yaşamır insanlar kəsib yaşayır, fikri çıxır. Şair burada yaşayan gözəllərdə bəzəklilərin yerli yerində olmamasını təəssüf hissi ilə qeyd edir. Bəli, bu da var. Ona görə testimizin cavabı 1, 3, 4 niyə ola bilməz? Şair gözəlliyi tamamlayan cəhətlərdən birində gözəl yaşamaq olduğunu vurğulayır. Belə fikir yoxdur. Ona görə 4-də çıxır. Durna teli qoluna əsasən cədvəldəki yanlış fikri müəyyən edin. Dəmirçioğlu sağalmışdı, bəli. Durna telinin əvvəlində bu barədə belə bir fikir var. Telli xanımın kefi sazı, bəli. Ola bilər. Koroğlu düşünür ki, igidin başı qalda gərək görə Eyvaz'a icazə verir, bu da doğru. Eyvaz durna ovlayır, düşmənə əsir düşür. Eyvaz durna ovladığına görə düşmənə əsir düşür. Qorxusu onları görür, gedir, xəbər verir. Ona görə. Cavab C variantı olacaq. Digər xanım Eyvazın baxışına dayana bilmir, bəli, ona görə icazə verir. Qorxusu Aslan Paşaya xəbər verir, qoşun dəlilərini verir. Bunlar hamısı doğru fikirdir, yanlış C variantı. Baxaq 6-ya.
Sxemik Koroğlu ilə Bolu bəy qolundakı hadisələrin ardıcıllığına görə tamamlayan bəndi müəyyən edin. İsabalı Koroğlunu quyudan çıxardı. Əsərin sonuna yaxın. Mehtər Murtuz özünü qıratın ayaqlarına atdı. Görək bu arada nə baş verir. Demək, quyudan çıxartmaq, Mehtər Murtuzun özünü ayaq altına atmaq. İsabalı əlini qılınca atıb Mehtər Murtuzu vurmaq istəyəndə Koroğlu mane olur. Bu xeyr. Sonra A ola bilməz. Qarabaş bir atın üstündə, Durna xanım bir atın üstünə gəlirlər. Bu da əsərin sonunda baş verir, belə deyil. Qarabaş İsabalını içəri gətirəndə qoşun böyüyü qaçıb əhvalatı Bolu bəyə danışır. Bu da daha əvvəl baş verir. İsabalı hələ gəlib çıxır, onda quyudan çıxartmışlar. Bunu da çıxırıq. Koroğlu İsabalı, Durna xanım, Dünya xanım və Qarabaş Mehtər Murtuzu qabaqlarına qatıb çənli belə yola düşürlər. Bu lap axırıncı hadisədir. Yəqin ki, cavab E variantı olacaq. Koroğlu Bolu bəyin təpəsinə elə bir qılınc vurur ki, iki parça olub yerə düşür. Bəli. Cavab E variantı. Həmzənin qıratı qaçırması qolundakı Koroğlu dastanı obrazlarla bağlı uyğunsuzluq. Hasan Paşa, nitqi. Demək, Hasan Paşa deyir ki, mən əhd edirəm ki, Toqat Paşalığını ona bağışlayam, üstəlik qızlarından birini də ona verəm. Bəli, bu Koroğlunun ölüsünü, dirisini gətirən adam. Biz uyğunsuzluğu axtarırıq. Bolu bəy, Paşa sağ olsun. Sən bilirsən ki, mən bu işin ötəsindən gəlirəm, ancaq mənim bir şərtim var. Bəli. Var. Xodkar, Koroğlu doğrudan da çox yoğyan idi. Mən indiyə kimi ona fikir vermirdim. Deyirdim, paşalar özləri onun öhdəsindən gəlir. Xeyr, bunu Hasan Paşa. Sizin cavabı budur. Hasan Paşa bunu deyir ki, xodkaram. Hasan Paşa deyir ki, Koroğlu bu saat çox güclənib. Bəli, bu da doğru fikirdir. Xodkar deyir ki, nə qədər ki, Koroğlunun səsi kəsilmir, dünya üzərində zindəyanlıq da haram olacaq. Əsərin əvvəlini oxusanız, bunlar hamısı var. 8-də Düratın itməyi qoluna aid hadisələrin baş vermə ardıcıllığını müəyyən edin. Qaraxanın Mehtəri Koroğluya xəbər gətirir. Dəli Mehtər İlxını axtarmağa gedir. Koroğlu özünü Qaraxana yaxşı kimi təqdim edir. Qaraxan özünə razılıq edir. Bu da birinci olacaq. Demək, Dəli Mehtərin İlxını axtarmağa getməsi. Bu birinci olacaq. 2 ilə başlayır. Silirik. Eni silirik. Demək, sonra olacaq. Qaraxanın Mehtəri Koroğluya xəbər gətirir. 2-1. 2-1 A variantıdır. Bəli. 9. Zəmanədəki ziddiyyətlərin, ədalətsizliyin qurbanı olan insanların kədərindən bəhs olunur. Bu, müsibətnamə əsəri. Bir mənalı şəkildə. Nəsihətnamə ola bilməz, çünki orta dövrdür. Sonra Dəhnamə ola bilməz, bu da orta dövrdür. Vərqa və Gülşad, yeni dövr Füzuli ədəbi məktəbinin davamçısıdır. Zəmanədəki ziddiyyətlərdən danışmır. Bax, qəzəldir. Ona görə müsibətnamə. 10-da klasteri tamamlayan fikirləri müəyyən edin. Erkən yeni dövr Azərbaycan ədəbiyyatı. Yəni 17-18-ci əsrlər. Elə orada da qeyd olunur birinci fikir ki, 17-18-ci əsrləri əhatə edir. Doğru fikirləri axtarırıq burada. Bəzən ola bilər ki, klasterdə yanlış fikir axtaraq. Demək, burada ictimai-siyasi həyatdakı hadisələr ədəbiyyatda öz əksini tapırdı. Bəli, cavabın biri 1. Birlə başladığımıza görə C variantını, D variantını sildik. Azərbaycan ədəbiyyatında intibah dövrü hesab edilir. Azərbaycan ədəbiyyatında deyil, bu aşıq yaradıcılığında intibah dövrüdür. Çıxırıq. Silirik bunu. Xalq yaradıcılığının məzmun və forması inkişafı ilə də sərgilənir. Bəli, bu belə də var. Cavab B variantıdır. Amma ilk dəfə ana dilinin nəsr meydana çıxır. Xeyr, bu orta dövrdədir. Füzuli ədəbi yaradıcılığı. İlk hissədə 10 sualı izah edirik. Dostlar, davamı gələcək.